Ancaq başdan ayağa müşriklikdir, şirkdir. Məhəmməd Əleyhisselam gəldi 3-cü surənin bu 68-ci ayəsini dedi. Cəmaata dedi, ətrafında olana dedi. Burada deyir ki, ay əhli kitab. Məhəmməd Əleyhisselam deyir, ay əhli kitab. Əhli kitab, əhli kitab. Bütün bəşər əhli kitab deyir. İndi bunu fırladırlar güya bu əhli kitab deyəndə bu İncillə yol gedənlərədir, nə bilim, xristiyanlardır, yahudilərdir, filandır, bəsmicandır. Qardaş, biz bu kitabın əhli deyilik. Bu kitabdan gedir. Allahın qanununda dəyişiklik yoxdur. Bir daha səbir yox. Allahın qanununda dəyişiklik yoxdur. Yazdı Qur'anı xəlq etdi insanı. Allah Teala deyir bunu. Amma Qur'andan qabaq Tövrat, Zəbur, İncil gəlir. Ancaq Allah Teala deyir ki, yazdım Qur'anı, xəlq etdim insanı və öyrətdim ona bəyanı. İndi diqqətlə fikir verib nəzər salanda Allah Teala bütün insanlara deyir, hamı bu əhli kitabın, bu kitabın əhlindən olan müşrik kafirlər var və inananlar var. Allah Teala deyir. İndi burada deyir, ay əhli kitab. Gəlin tərəfinə o kəlmənin ki, bərabərdir bizim və sizin aranızda. Gəlin tərəfinə o kəlmənin ki, bərabərdir bizim və sizin aranızda. Hamımızın ilahisi vahid bir ilahidir. Hamımızın ilahisi vahid bir ilahidir. Nədir? Xristiyanların başqa bir ilahisi var. Yahudilərin başqa bir ilahisi var. Musa'nın əleyhissalamın başqa bir ilahinin hökmlərini çatdırdı. İsa əleyhissalam başqa bir ilahinin hökmlərini çatdırdı məyər? Xeyr. Bütün Allahın rəsulları yalnız vahid ilahinin, vahid Allahın kəlamlarını çatdırır. Vahid Allahın kəlamında dəyişiklik yoxdur. Nəyi ki sənə öyrətdikdir, səndən əvvəlkilərə də onu öyrətmişik. Tapmazsan Allahın qanununda əskildərək dəyişiklik və artırılaraq dəyişiklik. İndi Məhəmməd Əleyhisselama nəyi öyrədibsə Allah, Məhəmməd Əleyhisselamdan qabaq onu İsa Əleyhisselama öyrədib. İndi deyir, ay əhli kitab, məyər bunu İsa Əleyhisselam demədi? Nə qədər dinlər var idi, nə qədər firqələr var idi, bütpərəstlik boşalıb gedir, Allahdan uzaqdır zaman. Deyir, gəlin tərəfinə o kəlmənin ki, bərabərdir bizim və sizin aramızda. Nədir o kəlmə? Dalıdan izah edir. 2 nöqtə, dalıdan izah edir. İbadət etməyək Allahdan başqasına. Bunu Allah Teala deyir də. Deyir, gəlin tərəfinə o kəlmənin ki, bərabərdir bizim və sizin aranızda. İndi izah edir. Nədir o? İbadət etməyək Allahdan başqasına. Və şərik qoşmayaq onunla bir şeyi. Və götürməsinlər. Gör nədir? Götürməsinlər bəzisini ağa. Ağa Allahdan başqa. Deməli, əgər bu ayə varsa, nətər ola bilər Məhəmməd Əleyhisselama kimsə gəlib ağa deyə müraciət eləyirsə və yaxud Hüseyin Əleyhisselama kimsə ağa deyə müraciət eləyirsə, deyirlər ağam belə. Nətər əgər bu Məhəmməd Əleyhisselam bu ayəni görürsə, necə deyəm, kim ona ağa deyibsə dövründə, Məhəmməd Əleyhisselam dərhal vurub onun ağzının üstündən. Niyə? Çünki bizim ağamız Allahdır. Tutaq ki, indi məni siz Allah Rəsulü qəbul etmişsiniz. Mənimlə sizin aranızda heç bir fərq yoxdur. Burada bu cəmaatın içində fərq ondan ibarətdir ki, mən sizdən qabaq bu şeylərə təslim olanam. Nə mən səndən artıqam, nə sən məndən artıqsan. Mən gəlib sənin boynunda oturmamalıyam. Sən də mənim boynumda oturmamalısan. Ancaq Allahın qoyduğu nizam, intizamı biz layiqincə yerinə yetirib yaşamalıyıq. İndi dur buradan bura sən mənə ağadır. Deyirəm, bəs də müşriklik eləmə. Bizim ağamız Allahdır. Mənim haram ağam olub. Keçmişim. Dəyərsiz bir su. Adını çəkməyə utanırıq. İndi də yiyib bitirik. Allahın bu paş ruzlərindən. Gör onu nə vəziyyətə çevirib buraxıram sölə. Və öləndən sonra mən nə olacam? Leş, ifunət. Mənim haram ağa ola bilər. Nətər mən sənin ağzının üstündən vurmaram ki, vurub
Buradan bura mən bunu sənə deyirəm ki, mən kiməm ki, sən mənə ağa deyirsən? Bizim ağamız, öyrədənimiz, Rəbbimiz, ilahimiz, şəfa verənimiz, ruzu verənimiz, Mövlamız, dostumuz, sevgilimiz Allahdır. Tardı getdi. Sənin də, mənim də. Mənimlə sənin fərq neydədir? Mənimlə sizdə fərq neydədir? Nədir fərq? Fərq ondan ibarətdir ki, mən sizdən qabaq təslim olmuşam. Və Allah sizə deyir ki, onu eşidin, itaət ediyor. Əgər o nəsə özündən bir şey uydursa, çəkib onun şah damarını çəkib çıxardarır. Bunu Məhəmməd Əleyhisselam görmədi. Bəs burada axı Məhəmməd Əleyhisselamın vasitəsilə gəlib bu Quran. İlk dəfə onun vasitəsilə nazil, onun üzərinə nazil olub bu Quran. İndi bunu əgər mən deyirəmsə, Məhəmməd Əleyhisselam bunu ətrafında olan cəmaata deməyir. Gəlin, biri-birimizi ağa, görsən nə deyir? Deyir, bəzimiz bəzisini ağa götürməyək Allahdan başqa. Əgər üz döndərdilər və deyin, şahid olun bizimlə təslim olanlarıq. İndi dalıcan deyir, ay əhli kitab, bir də deyir, ay əhli kitab, nə üçün hüccət edirsiniz İbrahim haqqında, İbrahimin barəsində? Allah deyir də bunu. İndi bunu Məhəmməd Əleyhisselam deməyib o dövrdə cəmaata. Ki, nə məni müttəşdirmişdir? Biz hamımız, Məhəmməd Əleyhisselam deyir, biz hamımız gözəl, faydalı, qiymətli, batildən haqqa tapınan, müşriklərdən olmayan İbrahimin dinində olmalıyıq. Bunu Məhəmməd Əleyhisselam ətrafında olan cəmaata deyib. Ancaq Məhəmməd Əleyhisselam neynəsin ki, onun ölümündən sonra bu müşrik, bu riyakar, bu iki üzdü, özünü müsəlman adlandıranlar Məhəmməd Əleyhisselamı, Allah zəkiri sonraki xələflər, islahatı zayıflər, Məhəmməd Əleyhisselamı Allahdan üstün tutacaqlar. Allah nə deyir? Allah'ın salamı olsun. Məhəmməd Əleyhisselama da deyib bunu və digər bütün Quranda adı çəkilən və çəkilmən rəsullara da deyib ki, və həmin rəsullar ətrafında olanlara da deyib ki, biz yalnız vahid Allaha ibadət etməliyik və atamız İbrahimin dinində, millətində olmalıyıq. Bunu indi Məhəmməd Əleyhisselam ətrafında olanlara deyib də, ay əhli kitab, nə üçün hüccət edirsiniz İbrahimin barəsində? Niyə hüccət edirsiniz? Bir halda ki, Tövrat və İncil nazil olub ondan sonra. Tövrat, İncil, Zəbur, Quran İbrahim Əleyhisselamdan sonra nazil olub. Sonra Allah onu seçdi. Allah qoyduğu hökmlərə görə bizi sual edəcək. Bizim ixtiyarımız yoxdur, Allahın qoyduğu hökmlərə görə Allahı sual edək. Və heç kəsin ixtiyarı yoxdur İbrahim Əleyhisselamı Məhəmməd Əleyhisselamdan üstün tutsun. Və yaxud İsa Əleyhisselamdan üstün tutsun. Və yaxud Məhəmməd Əleyhisselamı hansısa bir rəsuldan üstün tutsun. Kim bunu edirsə, oturur 4-cü surənin 150, 151, 152-ci ayəsində olur kafir. O Allahdır ki, rəsullarını biri-birindən fəzilətli edib. O Allahdır ki, istədiyinə istədiyi qədər elm verib. O Allahdır ki, öz rəsullarını, öz elçilərini istədiyini dərəcələrlə yüksəldir. Ancaq bizim ixtiyarımız, Allahımız bizə tövsiyə edir. Bizə deyir ki, mənim rəsullarımda fərq qoymayın. Kim fərq qoyursa kafirdir, inanmayandır. Və Allah da kafirləri zəlalətdə tərk edir. İndi bunu Məhəmməd Əleyhisselam ətrafındadır. Deməli, o vaxtda İbrahim Əleyhisselam haqqındakı Məhəmməd Əleyhisselam birdən qalxdı ayağa 16-cı surənin 123-cü ayəsinə görə ki, sonra sənə də vəhy etdik, tabi ol İbrahimin hənif dininə, olmadı müşriklərdən. Məhəmməd Əleyhisselam da deməli bu ayəyə qədər hər hansısa bir dindəydi, hər hansısa bir firqədəydi, hər hansısa bir nəyəsə bir ibadət edirdi ki, Allah ona vəhy elədi ki, tabi ol İbrahimin hənif millətinə, olmadı müşriklərdən. Ondan sonra Məhəmməd Əleyhisselam qibləni dəyişdi, istiqaməti dəyişdi. İnsanları İbrahim Əleyhisselamın dininə, Allahın adlandırdığı, din Allahın dinidir. Ancaq Allah bunu İbrahim Əleyhisselamın adı ilə adlandırır. Dəvət edəndə başladı orada söz-söhbət. İraq tutanlar oldu. İbrahim Əleyhisselam haqqında başladılar höccətləşməyə ki, Məhəmməd bu ayələri başladı o cəmaata söyləməyə. Təsəvvür elə. Və deyir, İbrahim Əleyhisselam haqqında niyə höccətləşirsiniz?
Allah onu seçib. İndi 66'da deyir. Deyir, hə, siz onlarsınız ki, höccət edirsiniz onun barəsində ki, ona elminiz var. Və nə üçün höccət edirsiniz onun barəsində ki, ona elminiz yoxdur? Deməli, bildiyiniz şeylər barəsində höccətləşirsiniz. Bilmədiyiniz şeylər barəsində niyə höccətləşirsiniz? Allah bilir və siz bilmirsiniz. İndi dalıcan deyir, olmadı İbrahim. Hidayət olunmuş və yardım olunmuş. Və lakin oldu hənif, yəni faydalı təslim olan və olmadı müşriklərdən. İndi və 68-dədir. Həqiqətən dost İbrahimə insanlardan o kəslərdir ki, tabi idilər ona, vaxtında, dövründə. Deməli, İbrahim əleyhissalamın dövründə, vaxtında yaşayanlar, onu görənlər, onu eşidənlər, o kəslərə ki, İbrahim əleyhissalam şahid olub, Allahın ayələrini çatdırıb, Allaha tərəf çağırıb, o cəmaata ki, İbrahim əleyhissalam şahid olub, onlardır İbrahimin dostudur. İndi dalıcandır və bu nədir? Burada dediyi Məhəmməd. Bu Məhəmməd əleyhissalama dair. Bu, Quranda adı çəkilən rəsullara dair. Və deyir, və bu nəbi dostudur İbrahimin. İndi və dalıcandır. Və o kəslər ki, inanırlar. Kimə? Dediyi İbrahimə insanlardan dost, o kəslərdir ki, tabi edilər ona. İbrahimin dostu idilər. İndi Allahın burada məqsədi var, burada fikri var. Cümlənin sonunda deyəcək Allah, ayənin sonunda. İndi deyir, və bu nəbi? Və o kəslər ki, inandılar nəbiyə. O nəbi ki, gəlir Allahın hökmləri ilə, girir cəmaatın içinə. Cəmaata Allahın ayələrini, Məhəmməd əleyhissalamın üzərinə nazil olan hökmləri söyləyir cəmaatın içinə. Allah o nəbidən danışır. Və bu dövründə Məhəmməd əleyhissalama dair. Həmin o nəbi deyir, dostudur İbrahimin. Və o kəslər ki, inanırlar nəbiyə. Burada kimidir? Burada kimdir nəbi? İndi bu ana tətbiq etsək bunu. Hanı Məhəmməd əleyhissalam? Əgər bu Məhəmməd əleyhissalamdırsa, hanı Məhəmməd əleyhissalam? Burada kimdir nəbi? Allahdan xəbər verən var da burada. İndi və onun ətrafında olan siz inananlar. İnananlar. Biraz o dostudur İbrahimin. İndi dalıcan deyir, o kəslər ki inandılar nəbiyə. Və dalıcan deyir. Allah dostudur inananlar. Deməli, burada 3 təbəqə bölündü. 3 təbəqiyə. İbrahimin dövründə yaşayanlar, İbrahim əleyhissalamın dövründə yaşayanlar bir təbəqə, bir cəmaat. Bu nəbi, bu nəbi, bu nəbi. Bu nəbi, o hər bir dövrdə, hər bir zamanda Allahın ayələrini insanlara oxuyur. Və özü də Quranda olan ayələrə tabi olub. Allahın hökmlərini, Məhəmməd əleyhissalamın üzərinə nazil olan Allahın hökmlərini özü də yaşayıb, insanları da bu hökmlərlə dəvət edir. Bu bir, 2 təbəqə, nəbi. O nəbi hər bir şəkil var. Burada oturanlar hamısı nəbidir. Allahdan xəbər vermirsiniz siz. Bu sizə də aiddir. Və sizə iman gətirənlər də, sizin dediyinizə inananlar da. Və o kəslər ki, inandılar. 3 təbəqə. Deməli, İbrahim əleyhissalamın dövründə yaşayanlar, bu nəbi və o kəslər ki, inandılar. Allah da dostudur inananlar. Deməli, Allah bizi ilə dost ol, bizə dost olmaq üçün. Allah bizə yardım etmək üçün. Allahın həqiqi inananlarından olub. Seçilmiş bəndələrindən olmaq üçün ki, Allah bizi dost götürsün. Biz tabi olmalıyıq kimə? Qurandan bəli. Həzən nəbiyə. Təbliğ edən, Quranı yaşayır. O Rəsulullah. Görürsünüz, elə yerdə var Allah Teala Rəsul deyir. Elə yerdə var Allah Nəbi deyir. Bu şeylərə diqqətlə fikir verin. O yerdə ki Allah Nəbi deyir. O elə Rəsula da aiddir. Amma o yerdə ki Allah Rəsul deyir, o birbaşa Rəsula aiddir. Nəbi ola bilsin ki, gəlib Rəsul olmasın. Rəsulluğa yetişməsin. Çünki Rəsul olmaq üçün ilk öncə hər bir kəs birinci iman gətirməlidir. Deyir, Allah birinci hidayət edir. Sonra yardım edir.
sonra çağırır təslim olmaya. O təslim olan anda artıq bəlli olur. Məsəl üçün, 30-cu surənin 50-ci ayəsində görürsünüz Allah Teala nə deyir orada? O inanan qadın ki, gəlib özünü bəxşiş edə Nəbi üçün. Nəbi deyir burada. Və Nəbi onunla nikah etmək istəyər. Deməli, ayənin ardıcadır ki, bu inananlardan başqa xalif sənin üçündür. Deməli, Nəbi hardasa, əgər sən rəsulsansa, mümkün deyil ki, sən Allahın hansısa ayəsinə addım atmayasan, hansısa Allahın ayəsinin qabağına sət çəkəsən, sən Allahın hansısa ayəsini zəiflik göstərib, kimdənsə, nədənsə qorxub, çəkinib o ayəni yaşamayasan. Bu mümkün deyil. Allahın Rəsulu heç kəsdən, heç nədən çəkinib qorxmaz. Birbaşa Allahdan gələn əmirlərə, vəhiylərə, ayələrə tabi olmalıdır. Bu Allahın Rəsulundan gedir söhbət. Ona görə Allah Teala Qur'anda elə yer var Rəsuldan danışır. Açıq-aşkar Rəsul deyir. Elə yerdə var orada Nəbi deyir. Rəsul eyni zamanda Nəbidir. Ancaq Nəbi bilmək olmaz elə o Rəsul olacaq ya yox. Çünki inanan, müjdə verən, xəbər verən, zarçı, Nəbi. Bunlar hamısı, bu inananlara aid olan sifətlər. Bunlar hamısı Rəsul vəzifəsinin daxilindədir. Bunlar hamısı Rəsula aiddir. İnanan, həqiqi inanan, Allah Teala deyir, o gün həqiqi inanan salihlərlə, Allahın neymət verdiyi kəslərlə bir sırada olacaq. Kimdir Allahın neymət verdiyi kəslər? Şühadalar, salihlər, siddiqlər, şəhidlər, nəbilər, rəsullar. Bunların neymət verdiyi kəslər. Burada diqqətlə fikir verin, baxın. Həmin Məhəmməd əleyhissalam bu ayələri, axı bu 3-cü surənin 68-ci ayəsini söyləyib ətrafında olan o dövrdəki o ərəblərə, o dövrdəki o müşrik kafirlərə və ətrafında olan o cəmaata ki, Allahla dost olmaq üçün Allahın dostlarından olmaq üçün bizim Allahın 22-ci surənin 78-ci ayəsində olduğu kimi atamız İbrahimin millətinə tabi olmalıyıq, dininə tabi olmalıyıq. Bunu hər bir dövrdə gəlib Allahın rəsulları söyləyib. Ancaq neynəsin o rəsullar ki, onlardan sonra gələn xələflər islahatı zay ediblər. Bayaq sənin verdiyin o sual ki var. Həmin o 2-ci surənin 97-ci ayəsinə əsasən ki, hər bir dövrdə Məhəmməd əleyhissalamdan sonra da axı qalxıb Allahın, Məhəmməd əleyhissalamın dövründə olub Allahın, Məhəmməd əleyhissalamın dövründə tək olmuyor. Məhəmməd əleyhissalam dövründə heç tək olmuyor. Yəni, onun heç vaxtı, imkanı çatmazdı. Tutaq ki, Allah Teala bu dövrdə, bu əsrdə Ələsgər əleyhissalamı, Allahın salamı olsun. Ələsgər əleyhissalamı seçib qaldırıb, ilk təslim olar. Yox, Ələsgər əleyhissalam indi, əgər o dövrdə Məhəmməd əleyhissalam tək olmalıydısa, indi tutaq ki, Ələsgər əleyhissalam da, Ələsgər əleyhissalamdan başqa rəsul olmamalıdırsa. İndi yaxşı, və Ələsgər əleyhissalam burada sizə necə indi sizə şahid olmalıdır ki, siz burada nə işlə məşğulsunuz? Ələsgər əleyhissalam burada sizin elələriniz var ki, sizi tanımır. O sizə necə şahid ola bilər? Və yaxud Hamlet əleyhissalam. O necə sizə şahid ola bilər? Burada sizin yanınızda indi mənəm. Və bizim hamımızın yanında burada Allah bizimləndir. Ələsgər əleyhissalam gəldi, Allahın salamı. O 2-ci surənin 143-cü ayəsində olduğu kimi etdik sizə vasitə bir ümmət, olmanız üçün insanların üzərinə şahid və rəsul olsun sizə şahid. Ələsgər əleyhissalam öz ətrafında olan kəslərə rəsul oldu, şahid oldu. O oldu rəsul, Ələsgər əleyhissalam. Ələsgər əleyhissalamın ətrafında olan kəslər oldu vasitə ümmət və onlardan da biri Hamlet əleyhissalam. Hamlet əleyhissalam oldu vasitə ümmət, Ələsgər əleyhissalam oldu ona rəsul şahid. Deyir, rəsul olsun sizə şahid. Ələsgər əleyhissalam Hamlet əleyhissalama şahid oldu, rəsul oldu onun üçün. Hamlet əleyhissalam da oldu vasitə ümmət. Kimə? O da gəldi, mənə vasitə oldu.
Deməli, indi burada ikinci etap gəlir. Hamid əleyhissalam mənə rəsul oldu. İndi mən çevrildim oldum vasitə ümmət. Olmanız üçün insanların üzərində şahid. Mən də sizə şahid oldum. İndi mən sizə burada, sizə rəsul oldum. Siz də oldunuz vasitə ümmət. Bax, bu cürünə Allahın bu qoyduğu bu qanun davam etməlidir. Və bu hər bir dövrdə bu cür davam edib. İndi tutaq ki, Ələsgər əleyhissalam dünyasını dəyişdi. Və nə vaxtsa bu İbrahimlər dağıldı. İbrahim əleyhissalamın dinində olan kəslər. İndi Ələsgər əleyhissalam neynəsin ki, sonradan gələn xələflər islahatı zay etdilər. Məhəmməd əleyhissalam neynəsin ki, sonradan gələn xələflər islahatı zay etdilər. İsa əleyhissalam neynəsin ki, sonradan gələn xələflər islahatı zay etdilər. 2-ci surənin 134 və 141-ci ayəsində Allah iki yerdə deyir. Onlar bir ümmət idi, gəldi, keçdi. Nə yaxşı yaman etdilər, özləri üçün etdilər. Onların etdiklərindən sizin etdiklərinizdən onlar sual olunmuyor. İndi biz də nə vaxtsa ötüb çıxıb gedəcəyik. Biz də həmin o ümmətə daxil olacaq. Nə vaxtsa, haçansa, bilmək olmaz. Bəlkə də sabah qiyamətdir, axirətdir. Ancaq inşallah nə vaxtsa, əgər bu cəmaatdan sonra Allah bir də nə vaxtsa qaldırsa, artıq biz də o 2-ci surənin 134 və 141-ci ayəsinə daxil olacaq. Biz bir cəmaat olacaq, gəlib getdik. İndi bu, həmin o 2-ci surənin 97-ci ayəsində olduğu kimi ki, Allah Teala orada açıq aşkar ki deyir, kim oldu ədavətli Cəbrail üçün? İndi deyir, kim oldu ədavətli Cəbrail üçün? Həqiqətən, o nazil etdi onu sənin qəlbinin üzərinə, izni ilə Allahın. Və təsdiq edir özündən qabaqçıları və hidayətdir və bəşarətdir inananlar üçün. İndi, tutaq ki, Məhəmməd əleyhissalamın üzərinə nazil olan bu Qur'anı, Məhəmməd əleyhissalamın üzərinə nazil olan Allahın 114 surə 6236 ayəsini alırsan əli və girirsən cəmaatın içinə, kimsə Məhəmməd əleyhissalamdan sonra gəlib bu ayələri söyləyən, Allahdan xəbər verən kəslərə, o kəslər ki, inanmırlar. Axı, bu Məhəmməd əleyhissalamın üzərinə nazil olur. Həmin Məhəmməd əleyhissalamın üzərinə nazil olan bu Qur'anın ayələrini söyləyirsən cəmaata, onlar ona inanmırlar. Deməli, onlar inanmamaqları ilə hətta onu təsdiq edirlər ki, heç Məhəmməd əleyhissalamın üzərinə Cəbrail nazil olmuyor, vəhi gəlməyib. Çünki axı bu Cəbrail əleyhissalamın vasitəsi ilə Məhəmməd əleyhissalamın üzərinə nazil olur. Deməli, buna inanmayan kəs artıq Cəbrailə ədavətli olur, düşmən kəsilir. Nətər yəni? Bunu o nazil edib, Allahın izni ilə. Burada deyib, kim oldu ədavətli Cəbrail üçün? Yəni Allah artıq burada izah edir, dalıyızam. Kim ədavətlidir onun üçün? O nazil etdiyi onu sənin qəlbinin üzərinə, izni ilə Allahın. Təsdiq edir özündən qabaqçıları. Diqqətlə fikir verib, Quran ağıl sahibləri içindir. Bir kitabdan elmi olan kəslər oturub ayə diqqətlə nəzər salıb fikir verməlidir ki, həqiqətən də mən axı Məhəmməd əleyhissalamın üzərinə nazil olan Quranı söyləyirəm cəmaata, inanmırlar. Deməli, onlar hətta bu Quranın Cəbrail əleyhissalam vasitəsindən Məhəmməd əleyhissalamın üzərinə nazil olmağını da inanmırlar. Çünki nazil edə bilməz o. Gələ bilməz. Artıq həmin kəs ədavətli olur Cəbrailə. Çünki Allah 2-ci surənin 16-cı surənin 2-ci ayəsində deyir, Allahın əmri gəldi, 1-ci ayədə deyir, tələsdirməyin onu. Sübhandır o. Alidir nədən ki, şərik qoşurlar. Deyir, Allah 2-ci ayədə deyir, nazil edir mələkləri ruhu ilə, ruhu vasitəsilə, öz əmrindən ötürür.
bəndələrindən kimə istəsə. Deyir, Allah nazil edir mələkləri ruhu ilə. Öz əmrindən ötürüyə, bu Allahın əmridə indi Allah Teala bizə əmr eləyir, gəlmişik bu qafil Allahdan bir xəbər olan cəmaatın nəzərinə çatdırmağa. Allahın bizə əmr etdiyi yerə biz gəlmişik. Təsəvvür elə. Və deyir, yox, sənə mələk gələ bilməz. Sənə nazil ola bilməz. Bu Quran sənə nazil ola bilməz. Niyə? Axı bu Quran Məhəmməd Əleyhisselama nazil oldu. Allah acizdir məyər bu Quranı. Birdən o. Deyir, biz bunu nazil etdik, nazil olan. Nətər olur? O dövr namaz ayəsi nazil oldu. Bu dövrdə nazil olur. Nazil nədir? Yəni yaşanır, görünür və gəlir. Onu yaşayırlar. Oruç ayəsi nazil oldu, indi də nazil olur. Zəkat, sədəqə, qiblə, başı bağlı, hicab, qisas, qurban. Bütün bu ayələr nazil oldu o dövrdə, indi də. Rəsul ayəsi nazil olmamalıdır. O dövrdə nazil oldu, indi olmamalıdır. Bu da ərəblərin siyasətidir ki, 15 əsrdə Məhəmməd Əleyhisselamdan sonra yürüdüblər bu cəmaata. Bu cəmaatı öz mənfəətlərini güdərək, Allahın yoluna sədd çəkərək. Görsən, şeydə, o isti suya getdik biz. Bir həftə 10 gün bundan qabaq. Orada o isti suda, o çayın qırağında millət orada çimişirdi. Hərə öz dəmində, hərə öz hayında. Hamının başı dünyaya qarışmışdı. Hamının başı orada əylənirdilər. O hovuzda əylənirdilər. Və orada büt gördük biz. Ağac və Fatma nənənin təndiri deyilən bir şey. Və bu tərəfdə də göy qutu, nəzir qutusu. Deyirəm, hə, və bu açıq-aşkar obyektdir. Orada gəlirlər, ağaca nəsə bağlayırlar, daşı götürüb o daşa yapışdırırlar. Və mən orada dedim ki, o daş parçasından və bu ağacdan istəmək gülünc bir vəziyyətdir. Əllə yontanıb düzəldilmiş daşdan nəsə istəmək. Gedin Allahdan istəyin. O daş parçasını Allaha şərik qoşmaq. Hər bir kəsin şəfa verəni, ruzi verəni, öyrədəni, mövlası, dostu Allahdır. Aləmləri öyrədən Allahdır. Gedin Allahdan istəyin. Və mənim orada daxildə dedim ki, bu dəqiqə Allah istəsə burada bərəkət verəcək. Kiminləsə söhbət gedəcək burada, inşallah. Və Allah elə bir kəsi gətirdi ora ki, həmin o ocağa, o bütə, o obyektə, o nəzir qutusuna birbaşa imamlıq edən kəsi. Qulağından tutdu, gətirdi, elə bir göydən düşdü. Yerdən çıxdı elə bir göbələk kimi. Qayıtdım, dedim ki, bir sərin bir çay olsaydı çimərdi ki. Dedi, balabzaya çaydı da çim. Baxdım, belə gördüm, nazik kantovkada, başında təxirə, qəti şeyələ, birbaşa özdəki masallı zonası. Qəti Əliyallahı. Dedi, balabzaya gör, girçim də bu çay. Dedim, dayı, dəydi dedim, mən heç ixtiyarsız. Dedim, dayı, saqqal, bu çay deyil, bu camış gölüdür. Bu camış gölüdür. Lilli sudur. Dedi, abala, sən bu cəmaatla, bu insanlarla o camışda fərq görürsən, hə? Baxdım belə, dedim, Allah səndən razı olsun. Başladım ona insanla adamın fərqini izah etməyə. Ki, dedim da, bu insanlarla camışın, heyvanın, qoyunun, keçinin, itin, pişirin, inəyin, eşşəyin, insanla heç bir fərqi yoxdur. Burada, amma adamla onun fərqi çox böyükdür. Adam Allahın quludur dedim. İnsan isə nəfsinin, şeytanın quludur. Dedim, nəyin ki burada? Bu əhalidə, bu ərazidə sən 4-5 nəfərdən başqa burada adam tapmarsan. Buradakılar hamısı insandır. Hamısı. Dedi, əhsən. Özün elə aparır ki, ya bu adamdır. İnsanlığa, bu insanlardan özünü fərqləndirdi. Başladım orada bu ilə xırda-xırda söhbət eləmə. Allahın izni ilə. Deməli, orada mənə nazil oldu da bu. Orada mənə daxil, mən bilmirdim orada kimi ilə görüşəcəm, orada nə söhbət eləyəcəm. Allah dedi, bunu deyim. Qayıtdım, dedim, bəli, o insanlar ki, Allahın nazil etdiyi, Məhəmməd Əleyhisselamın üzərinə nazil olan 114 surə 6236 ayəni atıblar arxalarına.
Atıblar qəbirstanlığa, ölülərə oxuyurlar. Ölülərə oxuyurlar onu. O qəbirdə yatan ölülərə oxuyurlar. Dedim, Yasin surəsini oxuyurlar ölülərə. Yasin surəsi bir yarım saat 40 dəqiqə orada söhbət getdi, yağdırdım ona ayələri. Dedim, 36-cı surə 83 ayədən ibarətdir. 69-70-ci ayəsində Allah deyir ki, biz öyrətmədik ona şeir. Yaraşığı yoxdur onun üçün. Açıq aşkar Qur'andır. Çatdırmağın üçün o kəsin nəzərinə ki, onlar diri oldular. Dedim, bax, Qur'anı ölülərə oxuyurlar, qəbirstanlıqda yatan ölülərə. Ancaq adlandırdığınız bu insanla, bu insan kimi bu camışlardır, deyirəm ona. Bu insanlar var ha. Bax, Allahın nazil etdiyi həmin o Qur'anı, burada hər bir cəsəddə Allahın müqəddəs ruhu var. O cəsəddə, o müqəddəs ruhu öldürən şeytan, iblis. Bax, bu başı çiyini üstündə gəzən, mənəviyyatı, cisimdə mənəviyyatı, Allahın müqəddəs ruhunu öldürən dirilərdən gedir söhbət. Bu ölülərə oxumaq lazımdır. Mənəviyyatı ölü olan dirilərə oxumaq lazımdır bu Qur'anı. Ancaq aparıb atırlar Qur'anı qəbirstanlıqda, gedib o dikinə qoyulmuş daşların üzərində oxuyurlar. Dedi, ha, sonra qayıtdı, yox. Qur'an, ölünün ruhu Qur'anla qidalanır. Başladı 10-cu imamdan danışmağa, misal çəkməyə, hədis danışmağa. Dedim, Axsaqqal, sən elə danışdın ki, dedim, o nağılı, gözəl, qəşəng nağıl danışdın. Dedim, ancaq bu nağılları, qardaşlar da qabaqda gedirdi. Dedim, bu nağılları beşikdə o yatan uşağa danışanda yaxşı olur ki, o rahat tez yatır. Maraqlı gəlir ona. Dedim, bu nağılları gedib onlara oxumaq lazımdır. Siz elə danışdınız ki, elə bir 10-cu imamın yanındaydınız, sağ tərəfində oturmuşdunuz onu. Dedim, hansı elmə istinad edib siz bu şeyləri söyləyirsiniz? Hansı ayə, hansı surə Allah Quranda deyir ki, ölünün ruhu Quranla qidalanır? Bəli, dedim. Ölünün ruhu Quranla qidalanır. Ancaq siz dediyiniz sözün məntiqinə varmırsınız. 8-ci surə Qənimət surəsi 24-cü ayədə buna deyirəm. 24-cü ayədə Allah deyir ki, cavab verin Allah üçün. Deyirəm, bax, indi Allah sənə deyir ki, mənim dilimlə. Cavab ver Allaha. Yanıb belə baxır. Deyirəm, sən Allaha necə cavab verə bilərsən? Allah səni harada çağırır? Ay filan kəs. Hansı bulutların arasından mı, yerdən? Hardan səni çağırır ki, sən ona cavab verəsən? İndi ayənin dalıcan deyir. Və onun rəsulu üçün. Deməli, biz Allaha cavab vermək üçün hay verib cavab verməkdən getmir söhbət. Biz Allaha onda cavab veririk ki, Allahın Qur'anda, Allahın dediyi həyatı yaşayırıq. Allahın qanunlarına tabi oluruq. Allahın hökmləri ilə həyatımızı tutub gedirik. Və bu Qur'an ayələrini öz həyatımıza tədbiq edib yaşayanda biz onda Allaha cavab vermiş oluruq. Allahın çağırışına. Allah da bizi harada çağırır? Öz rəsulunun vasitəsi ilə. Allah açıq aşkar deyir. Cavab verin Allah üçün və onun rəsulu üçün. Onda ki, o sizi çağırır. Niyə? Diriltməyə. Nə ki, dirildir sizi. Və bilin ki, Allah insanla onun qəlbi arasında dayanır. Deyirəm, indi hansı dirilərdən getdi söhbət? Bu qəbirdə yatan ölülərdən gedir söhbət. Gedir Allahdır, get çağırdır, onlar sənə durub cavab versin. Dirildi, onları diriltməkdən gedir söhbət. Hey, o, bu mənəviyyatı ölü olan, bu şeytanın əsiri altında olan. Orada qayıdıb deyirəm ki, bizim canımız, Allah-u Teala cismimizi yaratdı torpaqdan və deyir, can tayfasını yarattım tütsüsüz ot şöləsindən. İzah edirəm ona ki, cismimiz oldu torpaq, canımız oldu od, ruhumuz isə öz ruhumdan üfürdüm, üfrəndə olur hava, ruhumuz oldu hava, ağlımız isə mayə, su. Deməli, bizim canımız otdur. Hər bir kəsimizin daxilində ona deyirəm ki, bir alçaq var. Deyirəm, mənim daxilimdə bir alçaq ilqar var. O mənim nəfsimdir, mənim canımdır, şeytanımdır. O məni Allahın əmirlərindən uzaqlaşdırır. Allahın qanunların əleyhinə aparır. Ancaq məndə Allahın müqəddəs ruhu da var. Mən o müqəddəs ruhu, cismimdə olan müqəddəs ruhu Allahın ayələri ilə qidalandırmalıyam ki, nəfsim mənə nəyisə əmr edəndə mən fərqləndirə bilim ki, bu Allahın haram buyurduğudur və o nəfsimi öldürüm, ağlıma tabi eləyim. Onda mən adam oluram, Allahın qulu oluram, Allahın istədiyini edirəm. Ancaq mən cismimdə ruhu, Allahın ruhunu, müqəddəs ruhunu
Allahın Qur'anı ilə, kəlamı ilə qidalandırmayanda, o ruhumu mənim alçağım, nəfsim, şeytanın özünə tabi edir və məni alçaldır. Və oluram insan, şeytanın qulu. Nəfsim istəyir, eləyirəm. Allah deyir, eləmə. Onu eləyirəm. Nəfsim deyir isə, elə, eləyirəm. Allah deyir, bunu elə, mən onu eləmirəm. Nəfsim deyir, elə, eləyirəm. Deməli, Allahın istədiyini eləmirəm, nəfsimin istədiyini eləyirəm. Oluram nəfsimin qulu. Allah da deyir, nəfsini özünə tanrı edən kəsi gördünmü? Başladı, qıcıqlandı orada artıq. Deyir ki, harada oxumusan? Deyirəm, Məhəmməd Əleyhisselam harada oxudu? Sözü çəkir. Deyir ki, Allahın Peyğəmbəri idi. Dedim, mən də Allahın Peyğəmbəriyəm. Mən Allahın Rəsuluyam. Allah məni bu qafil cəmaatın nəzərinə çatdırmaq üçün göndərib. Kişinin başına elə bir qapaz vurdu, kül mənim başıma. Dedim, dedi, sən İslamın düşmənisən. Vəhabilər, sizin kimlər İslamın düşmənidir. Dedim, boş-boş nağıl danışmaq, saqqal kişisən. Dedim, get Quran oxu yine. Dedim, sən məni zahirən uşaq görürsən. Məni zahirən uşaq görürsən sən. Amma sən mənim zahirimə yox, mənim ağzımdan çıxan sözlərə diqqət yetir. Gör, mənim, bax dedim, Məhəmməd Əleyhisselam da hər bir o dövrdə gəlib bu ayələri o cəmaata söyləyəndə, sizin və sizin kimilər, siz və sizin kimilər o dövrdə yaşasaydınız, Məhəmməd Əleyhisselama birinci düşmən siz çıxacaqdınız. Cəbrail Əleyhisselama ədavətli siz çıxacaqdınız. Çünki siz inanmırsınız ki, bu Allah tərəfindən Cəbrail Əleyhisselamın vasitəsindən mənə də nazil olmağına inanmırsınız. Başa düşürsünüz nətər? Və dedi, üz döndər tutub gedəndə nə qədər orada ayələr yaşandı. Qayıtdım. Dedim, mən sənə ahirətin günündə şahid gələcəm. Yer gedişindən məşğəl. Sən kimsən mənə şahid gələsən? Dedim, inşallah görüşəcəyik. Başını qapazda tutdu getdi. Yani inşallah bir də gedəcəyik biz oraya. Onun üçün bu İsa Əleyhisselamda, Musa Əleyhisselamda və Məhəmməd Əleyhisselamda onlardan sonra necə ki Allah deyir Quranda biz Tövratı Musaya verdik və ondan sonra göndərdik nəbiləri onunla hökm edən. Deməli, Musa Əleyhisselamın vasitəsilə Tövratı nazil elədi. Musa Əleyhisselamdan sonra göndərdik nəbiləri Tövratla da onunla hökm edən. Ancaq neynəsin o nəbilər, o rəsullar ki, onlardan sonra bütpərəstlik edib, o kəsləri Allaha şərik qoşub, Allahın yolundan bu insanların qarşısına təsdiq edir. Onun üçün hər birimiz biz diqqətlə qulaq ardısına vurmamalıyıq. Səhlənkarlıq göstərməməliyik. Allahın bizim üzərimizə qoyduğu bu minnətə və Allah tərəfindən bizə verilən bu vəzifəni Allahın razı qaldığı səviyyədə, Allahın buyurduğu kimi yerinə yetirməliyik. Allahın adından danışanlarıq biz. Bu görün nə böyük bir məsuliyyətdir. Təsəvvür elə, Quranı almışsan əlbə girmişsən cəmaatın içinə. Sən Allah tərəfindən Allahı təmsil edirsən. Allah tərəfindən Allahın əvəzinə, Allahın yerinə, Allahın insanların içərisində Allahın işini aparırsan. Məhsuliyyət var bunda. Məhsuliyyətdir ki, nə ki sual olunmaq deməkdir. Yəni bunun sualı olmayacaq. Biz özümüz diqqətli olmalıyıq. Birinci, biz özümüz baxmalıyıq, özümüzü islah etməliyik. Öz cismimizdə, öz daxilimizdə 3-cü surə 164-cü ayəsinə görə o rəsulu yetişdirməliyik biz. Bizə ki, Allah orada deyir, Allah minnət qoydu inananların üzərinə. Onda ki, qaldırdı onların öz nəfslərində onlara rəsuldur. Var 2-ci surənin 151-ci ayəsi, var 3-cü surənin 164-cü ayəsi. Allah nə deyir orada? Deyir, nə qədər göndərdik 251-də. Sizdə rəsul sizdən. Deyir, sizdə. Rəsul sizdən. Elə bu cəmaatın içindən birini seçdi Allah. Bu 2-ci surənin 151-ci ayəsi. Və o bir kəsin vasitəsilə tilavat edir üzərinizdə ayətlərini Allah'ın. Başlayır sizi, öyrədirsə kitabı və hikməti və öyrədirsə nə siz olmadınız biləndə. Təbii öyrədən Allah'dır. Allah'ın izni ilə, Allah o kəsin vasitəsilə öyrədir. Deməli, 2-ci surənin 151-ci ayəsində Allah Taala məsəl üçün bu 10 nəfərin içindən birini seçir və
bu birinin vasitəsilə o 10 nəfərin üzərinə, çiyninə minnət qoyur. 3-cü surənin 164-cü ayəsinə görə. Həmin o 10 nəfərin hər birinin daxilində, orada da Allah deyir, 364-də. Nə qədər? Deyir, Allah minnət qoydu inananların çiyinlərinə. Onda ki, qaldırdı onların öz nəfslərində min ənfusihum. Öz nəfslərində Rəsulü. Deməli, o bir kəsin vasitəsilə Allah Teala o inananların çiyninə minnət qoyur, onların hər birinin daxilində Rəsulü qaldırır. Bax, o Rəsul daxilə sözlər atanda, onu öldürmək lazım deyil. Ona tabi olub, onu eşidib itaat eləmək lazım deyil. Ancaq şeytan və iblis nəslindən olan şeytan, bizim nəfsimiz, daxilimizdə olan o şeytan, bizə söz atanda, vəhilər gətirəndə, biz onu 8-ci surənin 29-cu ayəsinə görə, əgər Allahdan qorxsaq, Allah bizə Furqanı verər. Və o Furqanın nəticəsində biz onu dərhal fərqləndiririk. Bu Allah tərəfindəndir, yoxsa şeytan tərəfindəndir. Şeytan tərəfindəndirsə, o nəfsi biz öldürməliyik. Allah tərəfindəndirsə, o nəfsi Allah bir öldürmə. Biz sənə gələn vəhiyə tabi ol. Səndə Furqan olmalıdır, fərqləndirməlisən ki, bu vəhi mənə hardandır? Şeytandandır, yoxsa Allahdandır. Onun üçün, harada olursunuzsa olun, kiminlə olursunuzsa olun, bilin ki, bilməliyik ki, Allah bizim yanımızdadır. Allah bizim yanımızdadır. Allah bizi görür, Allah bizi eşidir və Allah bizə nəzarət edir. Danışığımıza, hərəkətimizə, rəftarımıza bir-birimizlə son dərəcədə məsuliyyət hissi daşıyıb, diqqətlə fikir verməliyik ki, biz Allahın xəlifələri, Allahın işini yaparanlar bu insanların içərisində bilmədən, danışığımızla, hərəkətimizlə Allaha iftira, Allaha böhtan ata bilərik. Çünki mən əgər Allahın adından danışıramsa, mən danışığıma diqqətlə fikir verib Allaha danışığımda şirk qoşmamalıyam. Çünki mən Allahın adından danışıram. 2-ci surənin 142-ci ayəsi var. Siz o kəslərsiniz ki, kimə deyir bunu Allah? Bizə deyir də. Bunu bizə deyir 2-ci surənin 42-ci ayəsini. Niyə bizə deyir? Çünki 22-78-də nə deyir Allah Teala? Cəhd edin və çalışın Allahın yolunda haqq çalışmaqla. Yəni Allahın dediyi kimi cihad edin. Nəfsüzdə olan şeytana qarşı. Bizim bir düşmənimiz var, o da şeytandır. Və cəhd edin və çalışın Allah yolunda haqq çalışmaqla. O Allahdır ki, seçdi sizi. Etmədi, seçdi deyir sizi. Sizi deyir seçdi. Bizə deyirdən ki, bu dəqiqə. Bir seçdi sizi. Etmədi sizin üçün dində çətinlik, atanız İbrahimin millətidir. O adlandırdı sizi bundan qabaq Müslim. Və bu da. Və olsun Rəsul üzərinizdə şahid, qalxın ayağa islahata, əta edin zəkatı. O Allah necə gözəl nasir, necə gözəl mövladır. İndi 242-də də deyir ki, 242-ci ayəsində. Siz o kəslərsiniz ki, həmin indi o seçdi sizə deyir, 22 etiniz. İndi bizə deyir, siz o kəslərsiniz ki, insanlara pis əməldən yaxşı əmələ dəvət edir. Əmr bir məruf edir. Ancaq özünüzü unudursunuz. Halbuki kitab oxuyur. Deməli, biz diqqətlə fikir verib nəzər salmalıyıq ki, biz bu ayələrə ola bilsin, bilməyərəkdən də biz otura bilərik. Və əgər biz bilməyərəkdən o ayələrə otururuqsa, onu gördükdə dərhal qayıtmalıyıq biz Allahdan bağışlanmaq istəmək. Allahımız bizim bağışlayandır, rəhm-edəndir, mərhəmətlidir. Görün Allah necə rəhimlidir ki, bizə qabaqcadan bu şeyləri xəbərdar edir. Nə cür yaşamağımızı, nə cür hərəkətlərimizi, nə cür yaşayışımızı, nə cür davranışımızı Allah bizə öyrədir. Bu Allahın rəhmidir, bu Allahın lütfüdür, bu Allahın öyrətməsidir ki, biz yaratdığı qullara
rəhm eləyir, qabaqdadan bunu bizə öyrədir. Çünki 14-cü surənin 22-ci ayəsində 14-cü surənin 22-ci ayəsində görürsən, bütpərəstlik diyorlar. Niyyət eləyir, qarpızın qabığını atır, şükür Allah. İndi qıraqda burada bir başqa bir firqədən olan olsaydı, kimsə, biz burada danışırıq, görsən 242 necə yaşandı? 244 üzr istəyirəm. Deyir ki, burada danışırıq, həmd olsun. Əleyhissalam. Allah razı olsun. Gəlin qonaq olun. Narahat olmayın, narahat olmayın. Baş üstələr. İnşallah. Gəl qonağımız ol, qardaş. Deməli, diqqətlə fikir verin. Başlayın. İndi biz, bax, burada Quran oxuyuruq, danışırıq, 244-dən danışırıq. O tərəfdə də indi şeytandır da, indi unutturur. Qardaşlarımızın birinə orada niyyət eləyir, qarpızın qabığını bölür, atır, filan şey filan olsa, filan xurafatdır. Görsən, vadir özünüzü unutmuyor. Görsən necə üst-üstə gəldi düşdü. Bu yandan da biri baxan olsa, sizə bu nə olan şeydir? Onu indi, o bilmərək deyil də vasitə saldı ki, görürsünüz, yəni bu cürdür. Bax, bu şeylərdədir, özünüzü unutmuyor. Siz dəvət edirsiniz, ancaq özünüzü unudursunuz, öz nəfsinizi unudursunuz. Birinci, özünüz islah olunur. Allah deyir ki, cinlərdən və insanlardan sizə nəzarət edənlər var. Bizim hərəkətimizə, danışığımıza fikir verirlər. Baxırlar, izləyirlər ki, görək, bunlar həqiqətən bu vasitə ümmət. Allah deyir ki, vasitə ümmət. Gərək olsun sizdən 304'də deyir. Gərək olsun sizdən vasitə bir cəmaat, nümunəvi bir cəmaat. Bizi izləyirlər, danışığımızla hərəkətlərimizə fikir verirlər. Bax, son dərəcə diqqətli olmalıyıq ki, biz o 244'də oturub, özümüzü unudanlardan olmayaq. Mehriban, daima öz üzərimizdə islahat aparıb, o daxilimizdəki Allahın Rəsulunu yetişdirib, Allahın kəlamları ilə. Allahın dediği kimi biz formalaşmalıyıq. Ki, və çıxaq bu cəmaatın içinə. Artıq hicrətlər eləmək lazımdır. Getmək lazımdır o qafil cəmaata, nəzərlərinə çatdırmaq lazımdır. Məsələn, Allah Teala nə deyib? 74-cü ayət, 74-cü surənin əvvəlində. Fikir verin. Ay örtüyünə bürünmüş. Qalx və nəzərə çatdır. Qalx və nəzərə çatdır. Və Rəbbini təkbir deyərək böyük bil və paltarını pak saxlar. Və ricisdən hicrət et və minnət qoyma çox bilərək və Rəbbin üçün səbr et. İndi Allah qalxmalıyıq biz. Hər bir nəsilimizdə, tayfamızda, toxumumuzda Allahın ayələrini söyləməliyik. Çatdırmalıyıq bu qafil cəmaatın nəzərinə. İcrətlər eləməliyik. Ki, o Allahdan bir xəbər olan cəmaatı Allahın ayələri ilə xəbərdar edək. Cənnətlə müjdəliyib, cəhənnəmlə qorxuzmaq lazım. Onun üçün də, gərək biz özümüz birinci, öz məqamımızı doğru düzgün görüb, yetişmək lazımdır. Hər birimiz, mən bunu təkrar, hər cəmdə deyirəm, demək olar ki, hər cəm olmada deyirəm. Hər birimiz biz oturub düşünməliyik, deyirəm, məyər onlar bir düşünüb daşınmırlar mı? Düşünməliyik, biz hər gecə, hər yatanda, duranda, yiyəndə, içəndə, harada oluruqsa olaq düşünməliyik ki, biz Allah tərəfindən seçilmişik. Bizi kimsə seçməyir. Məni nə Ələsgər əleyhissalam, nə Hamlet əleyhissalam rəsul təyin etməyib. Hamlet əleyhissalamı Ələsgər əleyhissalam rəsul təyin etməyib. Ələsgər əleyhissalam özün rəsul bəyan eləmir, təyin etmir. Onu Allah seçir. Və hər onun ətrafında olan hər bir rəsulu Allah seçir. Allah seçir. Biz bu cəmaatın içində də rəsullar olmalıdır. Rəsullar çox olmalıdır. Küll ümmət üçün rəsul var. Sən öz tayfa toxumunda Allahın elçisən, Allahdan xəbər verənsən.
bu hər bir kəs öz tayfa toxumunda o Allah tərəfindən seçilmişdir. Bunu biz doğru düzgün görməliyik. Əgər biz onu doğru düzgün görsək, inandırım sizi, biz heç, doğru düzgün biz bunu görsək, biz heç inanırsınız, yatmaq heç belə istəmərik ki, çalışım mən, gəlir qarşıdan gün. Nəyə arxaynıq biz? Bax, bir kəs oturaq fikirləşək, şəxsən mən özümə hər dəfə sual verirəm, mən neynəmişəm Allah yolunda? Allah xatır mən neynəmişəm? Heçsinə, sıfır, yanında yekə bir dənə minus, mənfi. Heçsinə eləməmişəm, mən Allah yolunda. Onun üçün arxayn olmaq lazım deyil. Oturub dərindən düşünüb daşınmalıyıq biz. Görürsünüz, bu 54-cü surənin 17, 22, 32 və 40 4 dənə yerdə təkrarlayır 54-cü ayda. Yüngülləşdirdik bu Quranı öyüd alanlar üçün. Məgər varmı öyüd alanlar? Diqqətlə fikir verin. Açıq aşkar oxuyum onu. Deyir, 54-cü surə Qəmər surəsi. 1-ci 17-ci ayədə deyir. Yüngülləşdirdik Qur'anı yad etmək üçün. Fikir verin, yüngülləşdirdikdir Qur'anı yad etmək üçün. Məgər varmı yad edəndə? Sual verir. Kimdir yad edən? 17-ci ayədə dedik. İndi 22-ci ayədə bir də deyir. Yüngülləşdirdik Qur'anı yad etmək üçün. Məgər varmı yad edəndə? İndi 32-də bir də deyir. Yüngülləşdirdik Qur'anı yad etmək üçün. Və məgər varmı yad edəndə? 40-cı ayədə bir də deyir. Yüngülləşdirdik Qur'anı yad etmək üçün. Və məgər varmı yad edəndə? Və 51-ci ayədə bir başqa cür deyir. Əlbəttə, həlak etdik sizə. Əlbəttə, həlak etdik sizə oxşarların. Görün, diqqətlə nə deyir? Deyir, əlbəttə, həlak etdik sizə oxşarların. Və məgər varmı yad edəndə? Əlbəttə, deyir, həlak etdik sizdən qabaq sizə oxşarları. Və məgər varmı yad edəndə? Diqqətlə fikir verin. Necə yüngülləşdirir Allah bu Quranı? Onu da çatdırım Allahın izni. Mən 8 il bundan qabaq Quranı eləmişdim toxunulmaz bir kitab. Quranı öpüb gözümün üstünə qoyurdum. Tüküb yuxarı qoyurdum. Alt əl basırdım. Qorxurdum bu Qurana yaxınlaşmağa. Bunu başa düşülməz. Mən bunu başa düşmərəm. Bu cür mənə çatmışdı bu. Allah bunu mənim üçün necə yüngülləşdirdi? Saldı öz rəsulunu mənim qarşıma vasitə. Allah salamı olsun, Allah'ın bütün elçilərini. Amin. Öz rəsulunu çıxartdı mənim qarşıma və öz rəsulunun dilinlə deyir, biz bunu sənin dilinlə asan etdik. Allah öz rəsulunun dili ilə bu Quranı mənim üçün yüngülləşdirdi. İndi deyir də, yüngülləşdirdi bu Quranı. Yüngülləşdirdi nedir Quranı? Öyüd alanlar üçün. Öyüd alanlar üçün. Və məgər varmı öyüd alanlar? Ancaq bu ayələrin, 4 dənə bu ayənin digər bir mənfi tərəfi var. Allah Quranda deyir, bu kitab yoxdur şübhə, onda hidayətdir müttəqilər üçün. Allahdan qorxanlar deyir, bu Quranla öyüd alar. Bu Quran ağıl sahibləri üçündür. Ağlı olanlar bu Qurana tabi olar. Təfəkkürlülər bu Qurana tabi olar. Deməli, Allah yüngülləşdirir. İndi biz elə eləməliyik ki, o öyüd almayanlardan olmayaq. Burada oturanların hər biri üçün Allah bu Quranı yüngülləşdirib. Bu Quranı mən ancaq dedim, ərəb dilində oxuyub ölülərə zada. Böyle, adam böyle vəhmələnirdi. Halbuki, bu Quranı stolüstü kitab eləmək lazımdır. Bu Quranı. Kitabdır. Bunu qoymaq lazımdır. Stolun üstünə hər gələn bunu vərəqlamalıdır. Bunun içindən öyüd nəsiyyət götürməlidir. Və öz Allahın Quranda dediyi həyatı yaşamalıdır. Həyatını bu Quranla tutub getməlidir. Onda o kəs olur həqiqi inanan. Allaha iman gətirən bəndə, qul. Onda o gəlir Allaha o qulluq edən kəs olur. Necə biz Allaha qulluq edə bilərik? Onda ki biz Allahın qulları onda ola bilər ki, bəli, Allah bunu deyir, göylərdə və yerdə nə varsa
küllüsü Allaha ibadət edir, könüllü və icrahla. Məyər kafirlər də Quranda ayədir. Ancaq Quranda biz o mənfi ayələrə oturmamalıyıq. Onda biz cəhənnəmin odunda gedib yanarıq. Biz Quranda Allahın bəyəndiyi, seçdiyi sifətlərə, öz qullarına, həqiqi inanan qullarına, bəndələrinə, xəlifələrinə, neymət verdiyi kəslərine xas olan ayələri yaşayıb, həyatımıza tətbiq edib, yaşayıb, həyatımızı tutub gedib, bəlkə onda Allahın razı qaldığı bəndələrdən ola bilərik afətin günündə. Onun üçün, mənim qardaşlarım, hər hansısa bir arozda yüngül, söhbət, ixtilaf düşdü, bürüz od olanda bürüz su olur. Görürsən, qardaş, bu şeytan yıxıb sürüyür. Fikir verir, 14-22-də nə deyir Allah? Açıq aşağı söyləyir, sonsuz sayda Allaha şükürlər olsun.